Salam, dərs 39-un izahına baxaq. Dünya əhalisinin irqi, dini, milli və dil tərkibi. Yer kürəsinin əhalisi istər irqinə, dininə, adət-ənənəsinə görə bir-birindən fərqlənirlər. Buna səbəb də onların müxtəlif ərazilərdə məskunlaşması və həmin mühitə uyğunlaşmasıdır. Dünya əhalisinin irq xüsusiyyətinə görə əsas 4 tipi var. Avropoid, Mongoloid, Negroid və Avstraloid. Negroid irqinin digər adı ekvatorial irqidir. Dünya əhalisinin 70% bu 4 irqin xüsusiyyətini daşıyır. Yerdə qalan 30% əhali isə qarışıq irqə aiddir. Avropoid irqi şimal, orta və cənub olmaqla 3 qola bölünür. Şimal qoluna adətən Şimali Avropa ölkələri, Şimal Baltik dənizi sahilləri aiddir. Orta qoluna Orta Avropa, Şərqi Avropa, Rusiya, Ukrayna, Avstraliya, Yeni Zelandiya və Carın Kap vilayəti aiddir. Avropoid irqinin cənub qoluna isə Cənubi Avropa, Şimali Afrika, Pakistan, Şimali Hindistan ölkələrində yaşayan əhalinin bir hissəsi aiddir. İkinci irq olaraq Mongoloid irqidir. Mongoloid irqi Amerika qitəsində, Asiyanın şimalında, eyni zamanda əsas Mərkəzi Asiyada, Monqolistanda, Şərqi Asiyada, Çin, Koreyada daha çox yayılmışdır. Mongoloid irqinə aid olan xalqlarda gözləri qıyıq formada olur. Bu da yaşadıkları ərazidə külək və toza qarşı qorunmaq üçün gözləri qıyıq olmuşdur. Negroid irqi, yəni ekvatorial irqi, burada Haiti, Bantu xalqları. Haiti və Yamaykada əsas irq kimi adlanır. Eyni zamanda Afrikanın bir çox ölkələri bu irqə aiddir. Avstraloid irqi də Cənubi Hindistanda, Malineziyada, Avstraliyada daha çox yayılmışdır. Dünya əhalisinin 30% dedik, keçid qarışıq irqə aiddir. Avropoid və Mongoloid irqinin hər ikisini irqin əlamətini daşıyanlar metislər, Mərkəzi Amerika, Amazon Ant dağlarında, Turanlılar isə Volqa boyunda Mərkəzi Asiyada, Qərbi Sibirdə yayılıb. Avropoid və Negroid irqinin hər ikisinin xüsusiyyətini daşıyanlar Efioplardır, Somali Efiopiyada, Afrikanerlərdir, Carda, Mulatlar Amerika qitəsində, Dravidlər Cənubi Hindistanda yayılmışlar. Negroid və Mongoloid irqinin xüsusiyyətlərini daşıyanlar isə Sambolar Cənubi Amerikada, Malaqasilər Madagaskar adasında məskunlaşmışlar. Metis, Mulat, Sambo nədir bəs? Avropoid və Mongoloid irqinin xüsusiyyətindən, nikahından daha doğrusu doğulanlar Metis. Avropoid və Negroid irqinin nikahından doğulanlar Mulat. Negroid və Mongoloid irqindən doğulanlar isə Sambolar adlanır. Dünya əhalisi din tərkibinə görə də müxtəlifdir. Dinlər qlobal və milli dinlərə bölünür. Qlobal dinin əsas xristiyan, İslam və Buddizm təşkil edir. Dünya əhalisində 70% qlobal dinlərə sitayiş edir. Bunlar içərisində ən geniş yayılanı xristiyan dinidir ki, 1,9 milyard nəfər bu dinə sitayiş edir. Xristiyanlıq Avropada, Avstraliyada, Yeni Zelandiyada, Filippində, Koreyada daha çox yayılmışdır. Xristiyanlığın özü katolik, protestant və pravoslav olmaqla 3 qola ayrılır. Katoliklər Cənubi Avropada, Fransa, Filippin, Polşa sahillərindədir. Protestant Orta və Şimali Avropada, ABŞ, Avstraliyada daha çox məskunlaşıblar. Pravoslav dininə sitayiş edənlər isə Rusiya, Yunanistan, Gürcüstan, Şərqi Avropada. Xristiyan dininin bir qolu da katoliklərdir. Bunlar da daha çox Vatikanda yerləşmişlər. İkinci din 1,8 milyard nəfərin sitayiş etdiyi isə İslam dinidir. İslam dininin əsasını Ərəbistanda qoymuşdur. Ən çox Asiya qitəsində, Afrikada, İndoneziya, Hindistan, Pakistan, Bangladeş ölkələrində daha çox yaşayırlar. İslam dininin müqəddəs şəhərləri Məkkə, Mədinə, Kərbəla, Məşhəd və Qum şəhərləridir. Dünya əhalisinin 5-7% Buddizm dininə sitayiş edir. Buddizm dini Monqolistan, Butan, Şri Lanka, Hind-Çin ölkələrində daha çox yaşayırlar. Tibet Buddizminə bəzən Lamaizm də deyilir. Qlobal dinlərdən fərqli olaraq milli dinlər də var. Yəni milli dinlər hər hansı bir ərazi üçün səciyyəvidir.
Hindistanda və Nepalda hinduizm, Çində konfusilik, daoizm, Yaponiyada sintoizm, İsraildə iudaizm milli dinlərə aiddir. Dünya əhalisi milli tərkibinə görə də bir-birindən fərqlənir. Bunun əsas səbəbi də onlar müxtəlif ərazidə məskunlaşır və həmin mühitə də uyğunlaşırlar. Etnos nədir? Etnos mədəni irsin daşıyıcısıdır. Etnoslar eyni etnik mənsubiyyətli, yəni həm dil, mədəniyyət, əxlaq cəhətdən eyni olan insanların birliyidir. Etnosların yaranması üçün din və irq əlavə şərtdir. Etnos müxtəlif xalqlardan formalaşır. Xalqlar da inkişaf etdikcə millətləri formalaşdırır. Dünyada 6000-dən çox etnos vardır. Etnoslar ən böyükləri Hindlilər, Benqallılar, Ruslar, Ərəblər, Almanlar və s.dir. Kiçik etnoslar isə Şri-Lankada Vedi etnosu, Braziliyada Botokud, Azərbaycanda isə Xınalıq, Buduq, Ləzgi etnoslarını aid eləyə bilərik. Hər bir etnosun yaranmasından yox olmasına qədər tarixi bir dövr keçir. Bu tarixi dövr etnogenez adlanır. Etnogenezin təkamülü. Nəsil, tayfa, xalq və millət olaraq təkamül edir. Nəsil qan qohumlarıdır. Tayfa eyni nəsillərin birliyidir. Xalq tarixən eyni ərazidən məskunlaşan insanların birliyidir. Millət isə eyni ərazidən məskunlaşmasa da uyğun mənsubiyyəti, uyğun dili, uyğun mədəniyyəti varsa, bu da millət adlanır. Etnosların formalaşmasına bir çox amillər təsir edir. Bunun biri də təbii mühitdir. Tarixçi alim Gumilyov etnosun yaranmasında ətraf mühiti, landşaftı əsas götürmüşdür. Yəni, ətraf mühitdən asılı olaraq etnosun xüsusiyyətləri formalaşır. Etnoslar müəyyən zaman müddətində parçalanıb məhv ola bilərlər. Etnosun parçalanması iki yolla gedir. Dəyişili parçalanma nəticəsində yeni etnosun əmələ gəlməsi ilə etnosların assimilyasiyaya uğraması, yəni yox olması baş verir. Məsələn, Çində bir vaxt mövcud olmuş tabğaçlar vardı. Artıq məsələn onlar demək olar ki, öz adət-ənənələrini unudub, assimilyasiyaya uğrayıb və Çinlilərə qarışıblar. Rus tarixçisi Gumilyov etnosun özünü bərpasını passionarlıqla əlaqələndirir. İkinci hissə artıq passionarlığa aiddir. Yəni etnos artıq özünü yenidən bərpa edə bilir. Passionarlıq nədir? Güclü şəxsiyyətlərin, yəni passionarların mövcudluğu deməkdir. Yəni insanlar onlara inanır, onları özünə bir yol kimi görürlər. Tarixi şəxsiyyətlərdən Attila, Makedoniyalı İskəndər, Çingiz xan, eyni zamanda Einstein, Newton o dövrün passionarları adlanmışdır. Etnogenezin inkişafı bir neçə mərhələdən keçir. Birinci mərhələdə şəklə diqqət yetirsəniz, etnos ətraf aləmə uyğunlaşır, sakit həyat tərzi keçirir. Artıq burada əhalidə artım baş verir, ətraf mühitdən daha çox istifadə edirlər. İkinci mərhələdə burada artıq passionarların sayı artır. Etnoslar daha yüksək həyat uğrunda mübarizə aparırlar. Üçüncü mərhələdə isə passionarlıq ən pik həddə çatır. Etnos artıq burada ideya uğrunda yox olmağa belə hazır olur. Artıq dördüncü mərhələdə etnos zaman keçdikcə tənəzzül edir, milli dəyərlər aşınır, adət-ənənə unudulur, etnos artıq gücünü itirir. Etnos gücünü itirdikdən sonra bəziləri artıq tarix səhnəsindən silinir, Şumerlər, bəziləri isə yenidən ilk mərhələyə qayıdır, Monqollar. Amerika psixoloqu Maslow'un insanın maddi və mənəvi tələbatının ödənilməsi piramidasını qurmuşdur. Onun fikrincə insan birinci ən adi ehtiyacını ödəməli, ondan sonra daha yüksək tələbat üçün çalışmalıdır. Maslow'un tələbat piramidasında birinci fizioloji tələbat gəlir. İkinci təhlükəsizlik və müdafiə tələbatı, daha sonra sosial qruplara mənsubluq, dəstəklənmə tələbatı, növbəti hissədə özünə hörmət tələbatı, ən pik həddə isə özünü müdafiə tələbatı aiddir. Etnosların bir qismi dövlət qura bilir, bir hissəsi sadəcə millət olaraq formalaşır, digərləri isə digər xalqların içərisində yox olaraq gedə bilir. Əgər etnik və
siyasi inzibati sərhədlərin üst-üstə düşməsi nəticəsində bir ərazidə yalnız bir etnos formalaşırsa, bu bir millətli dövlət adlanır. Ölkə əhalisinin 90% yerli xalqlardan ibarətdirsə, bu bir millətli dövlətdir. Avropa ölkələri, Latin Amerikası, Yaponiya, Koreya, Avstraliya, Ərəb ölkələri bir millətli ölkələrdir. İki millətli ölkədə isə iki millət formalaşmalıdır. Kanada və Belçika iki millətli dövlətdir. Çox millətli ölkədə isə 2-dən artıq millət olur. İspaniya, Bosniya-Hersegovina, Rusiya, eyni zamanda Azərbaycan, Gürcüstan, Əfqanistan, Pakistan və s. çox millətli dövlətlərdir. Dünya əhalisinin dil tərkibi. Dillər qohumluq əlaqələrinə görə dil ailələrinə, dil ailəsi də öz növbəsində dil qruplarına bölünür. Dil ailəsi qohum dillərin məcmusudur. Dünyada dil ailələri içərisində ən böyüyü Hind-Avropa dil ailəsidir. Burada 11 dil qrupu, 150-dən çox xalq var və 3 milyarda yaxın insan əhatə edir. Sonra Çin-Tibet dil ailəsi, Afro-Asiya, buna Sami-Hami dil ailəsi də deyilir. Niger, Kordofan, Altay, Avstraneziya, Dravid dil ailələrini göstərə bilərik. Xəritə üzərində rənglərlə Altay dil ailəsi daha çox göy rəngdə verilmişdir. Sonra Hind-Avropa dil ailəsi yaşıl rəngdə verilmişdir. Xəritə üzrə rənglərə diqqət yetiririk. Və dil ailələri, bölündüyü dil qrupları və ona olan aid olan xalqlar. Bu cədvələ əzbər şəkildə öyrənirik. Əhaliyə aid məsələ izahlarına baxaq. Ölkədə əhalinin sayı 45 milyondur. Əhalinin 40%-ni kişilər, 52%-ni qadınlar təşkil edirsə, hər 100 nəfər kişiyə düşən qadın sayını istəyir bizdən. Diqqət etsək, maksimum faiz 100%-dir. Burada 48%-ə, yəni 48 nəfərə 52 nəfər düşərsə, 100 nəfərə, yəni 100%-ə x düşər. Çarçarpaz vursaq, 108 nəfər alarıq. Deməli, 100 nəfər kişiyə 108 nəfər qadın düşər. İkinci tapşırığa baxaq. Ölkədə əhalinin sayı 5 milyondur. Kənd əhalisi 2,3 milyon olarsa, urbanizasiyanı tapın. Demişdik, urbanizasiya nə idi? Şəhər həyat tərzinin çoxalması, şəhərdə yaşayan insanlar. 5 milyondan 2,3 milyonu kənddə yaşayırsa, 2,7 milyonu isə şəhərdə yaşayır. Deməli, ümumi əhalimiz 5 milyondur, bu 100%. Şəhər əhalisi 2,7 milyon isə x%-dir. Taparıq 54%. Ölkə üzrə əhalinin 54%-i şəhərdə yaşayır. Yəni, urbanizasiya 54%-dir. Üçüncü tapşırığa baxaq. Lənkəran Astara iqtisadi rayonunda əhalinin sayı 2009-cu ildə 830 min nəfər, 2014-cü ildə isə 879,8 min nəfər olmuşdur. Bu dövr ərzində illik orta artımı və artım faizini istəyir bizdən. Deməli, 879,8 mindən 830 mini çıxaraq görək, əhali sayı nə qədər artıb? 49,8 min nəfər əhali artıb. Bəs bu əhali ümumi 49,8 min nəfər artıbsa, bunu neçə ilə artır? 2009-dan 2014-ə qədər 5 ilə. Biz onu 5 ilə bölsək, il ərzində 9960 nəfər artdığını görərik. Deməli, burada bir il ərzində 9960 nəfər əhali artır. Bu bizim orta illik artımımızdır. Yəni, il ərzində. Bizdən 5 ili soruşmur, il ərzində soruşur. İndi biz bunun artım faizini tapaq. Ümumi verilən rəqəm həmişə bizim 100%-imizdir. Əhali 830 min nəfərdirsə, bu bizim 100%-imizdir. Artmış və yaxud da azalmış rəqəm isə bizim x%-imiz olur. Buradan x-i tapsaq 106%. 106%-dən də 100-ü çıxsaq qalır 6%. Yenə diqqət edirik, 6% bizim 5 il ərzində artım faizimizdir. 6-nı 5-ə bölsək, 1 ilə 1,2% artım düşər. Tapşırıq 4-ə baxaq. 2020-ci ildə ölkə əhalisinin sayı 8 milyon nəfərdir. Əmək qabiliyyətli əhali isə ümumi əhalinin 80%-ni təşkil edir. Həmin il işsizliklə əlaqədar olaraq
əmək qabiliyyətli əhalinin 0,6%-i xaricə miqrasiya etmişdir. Xaricə miqrasiya edən əhalinin sayını soruşur bizdən. Deməli, 8 milyonun 80%-i əmək qabiliyyətlidirsə, 8 milyonun 80%-ni taparıq. Bu da eləyər 6,4 milyon. Deməli, əmək qabiliyyətli əhali 6,4 milyondur. Bəs bu əmək qabiliyyətli əhalinin neçə faizi xaricə gedib? 0,6%. 6,4 milyonun 0,6%-ni də tapsaq, eləyər 38,4 min nəfər. Deməli, xaricə gedən 38,4 min nəfərdir. Tapşırıq 5-ə baxaq. Ölkə əhalisinin sayı 12 milyondur. Onlardan 4 milyon nəfəri 16 yaşa qədər, 2,3 milyonu təqaüdçü, yəni 65 yaşdan yuxarı, 1,2 milyon nəfəri işləməkdən yayınandır. 0,4 milyon nəfəri isə işsizdir. İşsizliyin səviyyəsini tapın deyir. Deməli, biz 4 milyonu, yəni 16 yaşa qədəri, təqaüdçüləri, yəni 2,3 milyonu və işləməkdən yayınanları 1,2 milyonu toplayırıq. Deməli, 7,5 milyon nəfər artıq əmək qabiliyyətli əhali deyil. Ümumi əhalimiz 12 milyon idi. Bunun 7,5 milyonu əmək qabiliyyətli deyilsə, 4,5 milyonu qalır. Deməli, bizim əmək qabiliyyətli əhalimiz 4,5 milyon nəfərdir. Aha, əmək qabiliyyətli əhalinin sayını tapdıq. Bizə indi işsizliyin səviyyəsini tap deyir. Bizim əmək qabiliyyətli əhalimiz bizim 100%-imizdir. İşsizlik insan nə qədərdir? 0,4 milyon. Bu da bizim x faizimizdir. 8,9% alarıq. Deməli, işsizlik 8,9%-dir. Bu da işsizlik artıq yüksək sayılır. Çünki demişdik 7-8%-dən çox olsa, artıq yüksək işsizlik sayılır. Tapşırıq 6-ya baxaq. Latviya əhalisinin tərkibinin 62%-ni latışlar, 27%-ni ruslar təşkil edir. Ölkə əhalisinin sayı 2 milyon nəfərdir. Digər xalqların sayını soruşur. Latışlar və ruslar nə qədər təşkil elədi? Cəmi birlikdə 89%. 100%-dən 89% çıxsaq, qalar 11%. Deməli, bizim 11%-imiz digər xalqlardır. Bəs digər xalqlar sayı olaraq neçədir? 2 milyon 100%-dirsə, x milyonumuz 11%-dir. Qalar 220 min nəfər. Deməli, digər xalqlar 11%, yəni 220 min nəfər təşkil edir. Tapşırıq 7-yə baxaq. A ölkəsində əhalinin sayı 26 milyondur. Hansı bir ölkədə əhalinin sayı 26 milyondur? Təbii artım hər 1000 nəfərə 15 nəfərdir. İllik mütləq artımı soruşur bizdən. İllik artımı 1000 nəfərə görə tapırdıq. 1000 nəfərə 15 nəfər artım varsa, bəs 26 milyona neçə nəfər artım olar? 390 min illik artım olar. Tapşırıq 8-ə baxaq. Azərbaycana miqrasiya edənlərin sayı 3200 nəfərdir. 3200 nəfərin 35%-ni ruslar, 28%-ni gürcülər, 4%-ni isə Qazaxıstandan gələn əhali təşkil edir. Digər ölkələrdən gələnlərin sayını soruşur. Ümumi neçə faiz gəliblər? 67% bu 3 ölkənin payına düşür. Yerdə neçə faiz qalar? 33%. Deməli, 33% də digər ölkələrin payına düşür. Ümumi verilən 3200 nəfər bizim 100%-imizdir. 33%-i isə x nəfər təşkil edər. 1056 nəfər. Digər ölkələrdən gələn 1056 nəfəri təşkil edir. Tapşırıq 9-a baxaq. 2020-ci ildə ölkənin ÜDM-də məhsulu 130 milyard dollar olmuşdu. 2021-ci ildə, yəni bir il sonra 143 milyard dollar olmuşdur. Buna əsasən OKEN-in işsizlik səviyyəsinin neçə faiz azaldığını müəyyən edin. OKEN qanuna uyğunluğu. OKEN qanuna uyğunluqda nə deyirdi? ÜDM-nin 2,5% artması işsizliyin 1% azalması deməkdir. Deməli, əvvəlcə olub 130 milyard. İlk verilən rəqəm demişik bizim həmişə 100%-imizdir. 143 milyard isə bizim x%-imizdir. Nə qədər elədi? 110%. 110%-dən də 100%-ə çıxsaq qalır 10%. Deməli, bizim ümumi daxili məhsulumuz 10% artmışdır. Təbii ki, bir il ərzində. Bəs onda işsizlik səviyyəsi nə qədər azalar? 2,5% artım 1% azalma deməkdir. 10%-i 2,5%-ə bölsək 4%. Deməli, artıq burada işsizlik
4% azalmışdır.